Salam EFTV və News 24-ün daimi izləyiciləri, xoş gördük hər birinizi. Bugün Şəkidə biz qalayçılıq və miskərlikdən danışacağıq. İllərini bu sahəyə vermiş Ruhlan bəy yanımdadır. Necəsiz? Sağ olun, çox sağ olun, yaxşıyam. Qalayçılıq nədir? Qalayçılıq mis qavların qalaylanması, yəni ağarlanmasına qalayçılıq deyilir. Bu xətəncazdır, misdən hazırlanmış xətəncazdır. İndi bunu qalaylayacağım, çəkiliş hazırlayacağız. Aha, qalaylamada nədən istifadə olunur? Kömürdür, istilik verən, qalaydır, saf metaldır. Aha. Pambıq, nişatı, kislata. Rəngi necə ağardı? Misin rəngi qırmızıdır. Qırmızıdır. Qalaylananda, yəni üzərinə qalay çəkiləndə ağarır. Ağarır. Bu bayaq dediniz ki, orada misin özü zəhərli materialdır. Mis paxırlanma verir. Yəni mis qalaylı olsa da məsələn onda yemək saxlamırlar, ancaq xörək bişirirlər. Yəni saxlamaq olmaz onda yemək. Ancaq bişirmək üçün istifadə olunur. Hətta qalaylansa belə. Bəli, bəli. Mis qabda qalay odur ki, ətdə, suda olan mikrobları qalay öz canına çəkir. Ona görə də mis qab işləndikcə qaralır tədricən. Qaraldıqca da qalaylatmaq lazımdır o. Ona görə deyirlər də, yəni mis qabda yemək daha dadlı olur, daha sağlam olur, eləmi? Bəli. Bir sözlə biz adi bildiyimiz qablarımız əgər xarab olursa, ümumiyyətlə sıradan çıxırsa, mis qablar demək olar ki, bir ömür, hətta bir neçə əsr istifadə oluna bilər qalaylanma şərti ilə, eləmi? Bəli. Misdə çürümə yoxdur da, çürümür. Heç vaxt? Yəni metaldır ki, xeyr, çürümür. Heç vaxt çürümür. Ona görə də qalaylanaraq neçə əsrlər lazımsız istifadə etmək mümkündür. Bəli. Biz bunu ilk dəfə görəndə qapqara, yəni köhnəlmiş, hətta istifadəyə yararsız bildik. Sanki mağazada indi satılır. Bax bu formada qalayla bütün mis qabları bu formada qalaylamaq mümkündür. Qalaylanmış qabları necə qorumalıyıq ki, onların qalayı uzun müddət keçsin? Çox adam şampunzad vurur, qab şampunuzadır. Amma dədə-babadan mis qazanı, qabı, yəni qalaylanmış qazanı küllə yuyutdular. Biz Ruhlan bəy, bayaq sizinlə qalayçılıqdan danışdıq, amma hal-hazırda isə siz ikinci bir sənət olan həm də miskərliklə məşğulsunuz. Bəs miskərlik nədir? Bu haqqda istəyərdim məlumat verərdiniz. Misdən hər hansı bir qab və əşyanı düzəltməyə miskəri adlanır. Ancaq qabların hazırlanması eləmi? Bəli, mis qabların hazırlanması. Məsələn, bəyəxla xətəncaz qalaylı idim. Məsələn, o xətəncaz da misdən düzəllənirdi da. Yəni onu düzəltmək belə miskəri adlanır. Miskəri adlanır. Hal-hazırda düzəltdiyiniz qab nədir? Bu şərbət qabıdır. Keçmişdə bunun içində şərbət hazırlayırdılar. Yəni o vaxtı işçi zad olmayıb da, belə şərbət hazırlayıb stollara verirdilər. Hətta böyük formaları da var bunların. Onlar məclisdən ötərdi. Bu sənəti, həm miskərliyi, həm qalayçılığı necə öyrənmisiniz? Bu sənət dədə-baba sənətdir. Yəni atam babamdan öyrənib, atamdan da mən öyrənmişəm. Bəs bu gün necə tələbat varmı bu sahəyə? Yox, bu gün nə? Çox heyf ki, tələbat yoxdur. Birinci bütöv bir list dəmirdir və siz bunu bu formada döyə-döyə bu hala gətirmisiniz? Bəli, bəli. O listdən oldu, mislis də oldu. Onu kəsib şərbət qabı hazırlamışıq. Hal-hazırda da döyürəm. Üzərinə naxış işlədiyiniz qablar varmı? Var, bəli. Bəli. Bunu siz işləmisiniz. Bunu nə vaxt işləmisiniz? Yəni 8 il zad var. 8 ildir bunu işləmisiniz. Bəli. Keçmişdə bunun içində xəstəxanalarda da yemək apardılar, xəstələrin yanına. Bunun üzərində nə qədər naxış var? Bunu bir-bir siz döymüsünüz, Ruhlan bəy? Bəli. Üzərinə bu sərpuş adlanır. Yəni keçmişdə yeməklər zadın üstünə qoyurlar ki, bu yemək isti qalsın. Bu gördüyünüz kimi dövrəsidir.
Bunu da Dövrə yəni alt hissə, Bəli. qabın özüdür bu. Bəli. hə? Aha. o yemək məsələn bunu da çəkdilər yeməyi. Bunu da üstünə qoydular ki, yemək soğumasın, isti qalsın. Yaxından baxsaz, nə qədər incə bir naxışlar var. Bax bu formada siz bunu görə bilirsiniz. Təkcə bu qabın hazırlanması neçə müddətə başa gəlir? 2 ay. 2 ay müddətinə başa gəlir. 2 ay səhərdən axşama qədər işləyirsən bunun üstündə. Bu aftafa ləyəndir. Aha. Ha, bu ləyəndir, bu da aftafa. Ha, keçmişdə dəstəmaz almaq üçün istifadə olunub. Evlərin hamısında istifadə olunub ki, dəstəmaz alanda bununla dəstəmaz alıblar. Bunu da üzərinə çox gözəl, belə deyək, naxışlarınız ki var vurulub. Bəli, qabın özü bir gözəllikdir. Hal-hazırda bəs necə bundan istifadə edənlər varmı? Xeyr, yoxdur. Yoxdur. Çox güman ki, yoxdur. Ümumiyyətlə hazırlamısınız, qalıb belə. Bəli. Aha. Amma onu deyərdim ki, bəli, bu qablar həmin sağlamlıq baxımından, həm də belə deyək, estetik zövq baxımından çox gözəldir. Təşəkkür edirəm. Çox sağ olun, vaxtınızı aldıq. Çox sağ olun. Siz də gəldiniz, çəkiliş elədiniz. Müəyyən qablar haqqında izləyicilər məlumatlı oldular. Buna görə çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun.